Salam, hər vaxtınız xeyir, hər birinizi salamlayıram. Demək, Murad qardaş mənim sinif yoldaşımdır, həm də ki dostdur, neçə illərdir, çox gözəl qardaşdır, xətrini istədiyim qardaşdır. Bugün də demək 20 ildən sonra sinif yoldaşlarımızla toplandıq. İstəyirəm ki, Murad qardaşımız ürək sözlərimizi, Murad, mən bilirsən, bu dediklərim insanlara düzdürmü, niyə bunlar eləmirlər, necə eləyə bilərlər, təsdiqləyirsənmi, özün eləyirsənmi, bir də məlumat ver inşallah. Salam, hər vaxtınız xeyirli olsun. Bəli, mən də bugün çox şadam ki, 20 ildən sonra Rövşən qardaşımla görüşmüşük. Yəni romanda ham roman kimi. Roman kimi, əsl adı romandır, biz Rövşən demişik. Allah Rövşən qardaşımızın canı sağ eləsin, uzun bərəkətli ömür versin. O ki, bu cür xəstəliklərə şəxsən özü qalib gəldi. Mən onu alqışlayıram və dəstəkləyirəm hər zaman. Mənim bütün qohumlarım, dost tanışlarım, hətta romanın qəbuluna düşə bilmirlər, mənim vasitəmlə Rövşən romanın qəbuluna düşürlər. Onun dediklərinə əməl edirlər və çox gözəl nəticə əldə edirlər. Hətta bizim evimizdə də, yəni mənim anam da şəxsən. O turbadan da deyirsən qohumumuz? Bəli, qohumumuz da o turbadan hər yerə getmişdi. Yəni müalicəsi yox idi, aparatlara girirdi, həkimlərin müalicəsini edirdi, fayda görmürdü. Roman qardaşımızın o turba idmanını eləyəndən sonra keçən səfər Allah şahid ki, onlara qonaq getmişdik. Özü nə qədər romana dua elədi. Hətta mən zəng elədim, canlı danışdılar romanla, yenə dua elədi. Mənim xalalarım da, qohum əqrəbəm də hamısı, bu dəqiqə mənə dost tanış zəng eləyir ki, bizi Roman bəylə danışdır, bununla məsləhət almaq istəyir. Ürəyim istədiyinsən də mənə qınamayın. Bəli. Biz də çalışırıq, düzdür, mən də bir ara əməl elədim, çox yaxşı nəticələr əldə elədim. Sağlamlıq davamlı niyə eləmək olmur? Davamlı biraz iradəmiz yəqin ki, zəifdir Roman ona görə. Amma gərək möhkəm iradə lazımdır və Roman qardaşımızın dediklərinə əməl eləmək lazımdır. Onda inanın ki, uzun ömürlü və sağlam olacaqsınız, özünüzü xoşbəxt hiss edəcəksiniz. Biz də ki, mənim tanıdığım insanlar eləyirlər və faydasını görürlər. Mən şahidəm. Çox sağ ol. Allah sən də sağ ol qardaşım. Allah sənə can sağlığı versin. Allah da sən bu millətə çox görməsin. Hər bir insanlara, bütün insanlara tövsiyəm odur ki, əgər siz bu ömrü Rəbbimiz verən ömrü qədər sağlam yaşamaq istəyirsinizsə, həkimsiz və dərmansız bu ömrü başa vurmaq istəyirsinizsə, söz yox, vaxtımız çatdı, hər birimiz dünyadan köçüb gedəcəyik. Amma ora qədər biz sağlam ola bilərik. Biz sağlam olandan sonra insanlara da məlumat verəcəyik, çatdıracağıq ki, belə şeylər var, bitkilər var. Mən bugün sağlamlığın nəticəsində mən insanlara məlumat verirəm. Sağlam olmasaydım, təbii ki, özümə başım qarışacaq idi, sizə də məlumat verə bilməyəcəkdim. Təsəvvür edin ki, məni kəskin babasıl xəstəliyi, böyrəklərim daşdan dolmuşdu, qaraciyərim böyümüşdü, öz üçün görə bilmirdi. Ağlım kəsəndən 36 yaşıma qədər gedən ishal, zob, ağciyər xərçəngi daha nə olmalı idi? Mən bunları dəyişəndən sonra, sağlam həyat tərzimi keçəndən sonra mən bu xəstəlikləri dəf elədim, qazandım. Belə, sağ olun, var olun. Sağ olun və mən yenə də deyirəm, çalışın Roman bəyin məsləhətlərinə əməl edin və sağlam ömür sürün. Sağ olun, var, təşəkkür ederim. Mən sənə qardaş uzun ömür, can sağlığı, əsas can sağlığı verirəm. Çünki sən dəyərli qardaş. Sağ ol, qarşılıqdır, sən də həmçinin Allah köməyiniz olsun.